Salam gözəl insanlar. Ölkəmizdə analog yayım dayandırılır, rəqəmsal yayıma keçirik. Bu ilə bağlı sizə maraqlı məlumat vermək istəyirəm. Deməli, 800 min manat verib yeni televizor almağa ehtiyac yoxdur. Belə kiçik aparat DVB-T MP4 formatında aparatdır. Bu aparatı siz adi DVD şnurlar vasitəsilə, AV şnurlar vasitəsilə istənilən model televizorlara qoşub rəqəmli yayıma baxa bilərsiniz. Bu aparatın bir neçə üstünlükləri də var. USB qəbul edir, flaşka deyirik biz buna, flaşka qəbul edir. Radio dalğalarını tutur. Bu flaşkada siz videona, şəkillərə də baxa bilərsiniz. Çox rahatdır. Adi televizor almaqdan bu sizə 15 dəfə ucuz başa gələcək. Aparatın çatdırılma və quraşdırılma pulsuzdur. Əlaqə nömrələri siz videonun altına əldə edə bilərsiniz. Əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.